Salam uşaqlar, bugün quantifiers mövzusuna birlikdə baxacağıq. Gəlin başlayaq. İlk öncə little və a little tanıyaq. Little az deməkdir, mənfi məna bildirir. A little isə çox deməkdir, biraz, yəni müsbət məna ifadə edir. Bunlardan sonra mütləq isim tək və sayılmayan gəlir. Başa düşdünüzmü? Burada bir dənə qeydimiz var. A little girl, little girls. Bunlar mümkündür. Balaca mənasında little plus sayılan cəm. A little plus sayılan tək olmalıdır. Və burada bu çoxluğu bildirirdi, müsbəti yəni. Bu isə mənfi bildirirdi. Amma burada little müsbəti, a little isə mənfini bildirdi. Sonra few və a few keçək. Few az deməkdir, mənfini ifadə edir. A few isə biraz deməkdir, müsbət ifadə edir. İsim cəm və sayılan gəlməlidir, bu mütləqdir. Artıq mən burada sayılmayan isimləri verə bilmərəm. Only'yə keçək. Only özündən sonra mütləq artikellı quantifierslər tələb eləyir. Only a little, only a few və s. kimi. Only'dən sonra ümumiyyətlə artikelsiz bir quantifiers gəlmir. Bunu bilməniz vacibdir. Only a little sayılmayan tək gəlməlidir. Only a few sayılan cəm gəlməlidir. A lot of, lots of, plenty of üçü də çoxlu deməkdir. Bunlardan sonra istəyirsən sayılan cəm verərsən, istəsən sayılmayan tək verərsən. Bunlar doğrudur yəni. A lot of özlərindən əvvəl fe'l tələf edir. Bax, a lotdur bu. Oflu deyil. Plus verb tələb edir. Özündən öncə verb olur. Və özündən sonra isim gəlməz. Olmaz. Noun gəlməz özündən sonra. Noun olmaz. A lot və a lot of qarışdırmaq olmaz. A lot çox deməkdir. A lot of isə çoxlu deməkdir. Dediyimiz kimi bu özündən öncə verb qəbul edir. Bu isə özündən sonra isim qəbul edir. Sayılan və ya sayılmayan. Very çox, too, hədsiz, so elə. Bunlardan sonra article heç vaxt gəlmir, isim də elə gəlmir. Very many, too many, so many plus isim mütləq cəm gəlməlidir. Very much, so much bu very olmaz. Too much mümkündür və isim tək də gəlməlidir. Çünki much bildiyimiz kimi sayılmayan təklərlə işlədir. Very few, so few, too few mümkündür. Əgər bunlardan öncə məsələn very a few və s. kimi olsaydı bu yanlışdır. Çünki özündən sonra article tələb etmir. Very little, so little, too little doğrudur. İsim tək də gəlməlidir. Such, a lot of və a little mənasında mümkündür. Bu balaca mənasında amma. Such many, such few, such much olan şey deyil. Saçmadır da. Enough, kifayət qədər deməkdir. İsim, sayılan cəm və ya sayılmaya tək gələ bilər. Bir dənə qaydamız var. Adjective, qısaca yazacağım. Ya da adverb. Plus enough gəlir. Bunu bilin. Amma to, plus, adjective və yaxud da ki adverb. Yəni to sifət və zərfdən öncə, enough isə sifət və zərfdən sonra gəlir. Bunları fərqləndirməyi bacarmalısınız. A number of və the number of-a keçdik. A number of bir neçə deməkdir. Üstə gəlirsə isim cəm, xəbər cəmdədir. The number of isə isim cəm, xəbər təkdədir. Bunu unutmursunuz. Several bir neçə deməkdir. İsim yalnızca cəm. Several da deyir. Axı cəm isimlərlə işlədilir. Başa düşdünüz? Hardly plus any. İnkar və ikinci inkar gəlməz. Olmaz. Hardly no'ya bərabərdir. Belə bir ifadə yoxdur. Hardly inkar ifadə edir və no'ya bərabərdir. Bunu dedik. Else nə deməkdir? Törəmələr, yəni else indi deyəcəm nə deməkdir deyə. Törəmələr və sual əvəzliklərlə işlənir. What, who, where. What else? Daha nə? Və daha deməkdir də. Daha deməkdir. Who else? Daha kim? Where else? Daha hara? Nothing else? Daha heç nə. Anyone else? Daha heç kim. Someone else? Daha kimsə. Qeydimiz var. More, daha çox sayılan cəm və sayılmayan tək isimlərlə mümkündür. Bəli, bunu bildik. Qeydimiz var. Many more, some more, no more, any more ifadələri mümkündür. Bəli. Hətta bir sayt verəcəm sizlərə. Oradan da gedib yararlana bilərsiniz ingilis dilində. No more. Bu e'dir bu arada. Nəsə məndə alınmır. Alt yazı.
Böyük hərflə deyil yəni. Mən özüm sizə göstərməkdən ötürü yazdım. Bu şəxs kimdir? Türkdür. Çiləm akardı. Bunu Spotify-dan dinləyə bilərsiniz. YouTube-da da var, amma daha çox Spotify-yə üstünlük təşkil edir. Çünki Spotify-da video şəklində olur. YouTube-da daha çox mahnı sözcüklər şəklində olur. Spotify. Belə. Oradan izləyin. Belə. Bu da mənim sizə köməyim olsun. Növbəti dərsimiz adjective and adverb olacaq. Sıfat plus, zərf